Azərbaycan özünəməxsus qədim, maddi və mənəvi irsi, mədəni dəyərləri olan bir ölkədir. Milli mədəniyyətin qorunması və inkişafı həm də milli dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Müxtəlif tarixi şəraitlərlə üzləşən Azərbaycan xalqı ana dilinə, adət-ənənələrinə, mədəniyyətinə, ədəbiyyatına, tarixinə, eləcə də milli mənəvi dəyərlərinə bağlılığı sayəsində bugünədək özünün milli identikliyini, özünə məxsusluğunu qoruyub saxlaya bilmişdir. Bunun nəticəsidir ki, əsrlər boyunca təşəkkül tapmış və yaşadılmış milli mənəvi irsimizin əhəmiyyətli hissəsi bu gün də cəmiyyət həyatının ən müxtəlif sahələrində əks olunur. Bu gün Azərbaycançılığı, Azərbaycan milli mədəniyyətini, irsini ən yaxşı tərənnüm edən, bugünümüzə daşıyan, gələcəyimizə aparan əsas vasitələrdən biri əl əməyi yaradıcılığıdır. Əl əməyi yaradıcılığı çoxşaxəlidir. Lakin onun ən geniş yayılmış sahələrindən biri dekorativ tətbiqi sənətdir. El arasında xalq sənəti adı verilən bu sahənin bir çox spesifik növləri vardır ki, bu gün də sevilir, öyrənilir. Bu sənətdə xalçaçılıq, batik, yəni kəlağayı, qobelen, duluzçuluq, keramika, toxuma, bədii tikmə, zərgərlik, bədii şüşə, bədii oyma, ağac, metal, daş, sümük üzərində oyma və digər növlər vardır. Azərbaycanda əl əməyinin əsas atributlarından biri xalq sənətlərinin ən geniş yayılmış növü, məişətimizdə özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş sahə xalça sənətidir. Xalçaçılıq bədii yaradıcılığın xalqın mənəvi həyatı və məişəti ilə sıx bağlı, çoxəsrlik ənənələri olan ən maraqlı sənətlərdən biridir. Azərbaycanda Şirvan, Quba, Qarabağ, Gəncə, Təbriz kimi böyük xalçaçılıq məktəbləri olub. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar bəyələrin, çadırların, alaçıqların, habelə yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir. Eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edir. 13-14-cü əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilirdi. İncə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən bu xalçalar məşhur Avropa rəssamlarının əsərlərində, miniatürlərdə öz əksini tapır. Azərbaycan xalça sənətinin sonrakı inkişaf dövrü 20-ci əsrin ortalarına təsadüf edir. Bu dövrdə Azərbaycan xalça sənətinin inkişafı bir neçə istiqamətdə davam edərək çoxcəhətli xarakter daşımışdır. Respublikanın rayon və kəndlərində xalça sənəti ənənələri ayrı-ayrı xalça ustaları tərəfindən davam etdirilir. Onların ənənəvi çeşnilərdə toxuduqları xalçalarda klassik kompozisiyalara yaradıcı münasibət qabarıq şəkildə özünü göstərir. Eyni zamanda xalçaçılıqda yeni kompozisiyalar, naxış elementləri meydana gəlir. Yeni yaranan çeşnilərdə nisbətən əyri xətlərlə işlənmiş nəbati naxışlara, insan, heyvan, quş təsvirlərinə, lirik və romantik üslubda yaradılmış sujetli kompozisiyalara meyl üstündür. Əl əməyi yaradıcılığında batik sənət növü də məşhurdur. Qədim sənət növü olub, kəlağayı mənasını verən batik sənət ipək sapdan toxunmuş, dördkünc formalı qadın başörtü idi. Azərbaycanın qərb zonasında buna çarqat da deyilir. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Şəki və Baskal kəlağayıları sırasında şah buta, saya buta, xırda buta çeşidlərindən daha çox istifadə olunub. Heyratı, soğanı, istiotu, albuxarı, abi, yeləni adlı əlvan kəlağayılar böyük şöhrət qazanmışdır. Toxuma və bədii tikmə də əl əməyinin inci istiqamətlərindən biridir. Bədii tikmə üçün yerli ipək və yun saplardan və yerli basma qəliblərdən istifadə olunur. 19-20-ci əsrin əvvəllərində bədii tikmələr üçün əsas rol oynayan material yerli istehsal olan qonovuz, darayı və məxmər idi. Boyama üçün bitki mənşəli boyacılardan istifadə olunur. Azərbaycan bədii tikmələrində ən çox işlədilən bitki motivləri qızılgül, nərgiz, qərənfil, lalə, zambaq, meyvə ağaclarının yarpaqları, nar, heyva, alça çiçəkləri, eləcə də sümbül və müxtəlif formalı yarpaqlardır. Bədii tikmələrdə əsasən quşların təsvirinə üstünlük verilir. Bədii tikmə növündə ən geniş yayılmış forması pilək tikmədir. Tikmə elə bir sənət növüdür ki, onunla həm sadə cəmaət, həm də zəngin təbəqəyə məxsus insanlar məşğul olurdu.
19-cu əsrdə yaşamış Azərbaycan şairəsi Xan qızı Natəvan gözəl şeirlərlə yanaşı zərif tikmələrin də müəllifidir. Milli tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, pilək və digər bədii materiallar daxildir. Tikmə sənətində ən çox rəngli ipək saplardan istifadə olunmaqla yanaşı, qızıl və gümüş tellərdən, ağac qabığı və fil sümüyündən hazırlanmış lövhəciklərdən, metal piləklərdən, hətta qiymətli daşqaşlardan da geniş istifadə edilirdi. Əl əməyi yaradıcılığında maraqlı sahələrdən biri də bədii şüşədir. Onun özəlliyi dekorativ əşyaların, vitrajların interyerdə öz əksini tapmasıdır. Təsviri sənətin qədim nümunələri arasında Mingəçevirdən, Şamaxıdan tapılmış müxtəlif tipli və formalı bədii şüşə məmulatı nümunələri Azərbaycanda şüşə istehsalının da mövcud olduğunu göstərir. Bədii şüşədə rəng, forma və dekor çox önəmlidir. Bədii şüşənin digər şüşələrdən fərqi onun daha dayanıqlı, daha bəzəkli olmasıdır. Bədii oyma sənəti də ölkəmizdə və dünyada sevilən əl əməyi yaradıcılığı formalarından biridir. Ağac, metal, daş, sümük üzərində oymalar geniş yayılmışdır. Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Qobustan, Gəm, Qaya və sair daş üzərində oymaları bədii oyma sənətinin ilkin nümunələri kimi göstərmək olar. Dulusçuluq da əl əməyinin ən koloritli sahələrindən biridir və bugünə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını neolit dövrünə aid edirlər. Əvvəlcə əsasən qadınların məşğul olduğu dulusçuluq eneolit dövründə tətbiq edilən sırf texniki nailiyyətlər nəticəsində müstəqil sənət sahəsinə çevrilmişdir. 19-cu əsrin əvvəlində dulusçuluq istehsalının aparıcı sahəsi kimi daha çox məişət keramikasından söhbət açmaq olar. Azərbaycanın dulus ustaları məişətin müxtəlif sahələrində işlədilən çoxlu gil məlumatları hazırlayırdılar. Etnoqrafik tədqiqatlar göstərir ki, məişətdə işlədilən dulusçuluq məhsulları öz təyinatlarına görə bir neçə qrupa bölünürdülər. Bunların arasında su qabları, yemək qabları, süd məhsulları üçün olan qablar, evlərin qızdırılması və işıqlandırılması üçün nəzərdə tutulan qablar əsas yer tuturdular. Olduqca dərin köklərə sahib olan dəmirçilik sənəti də qədim el sənəti kimi formalaşıb. Dəmirçilik metal işləmənin aparıcı sahələrindən biri olub, silah, məişətdə və kənd təsərrüfatında istifadə olunan alət və ləvazimatlar, bəzək əşyaları və aksesuarlar istehsal edir. Təkcə iri şəhərlərdə deyil, ucqar kəndlərdə də yayılan dəmirçilik sənətində əsasən dəmir, bürünc, mis, qalay və digər əlvan metallardan istifadə olunur. Dəqiqlik və məsuliyyət tələb edən dəmirçilik kənd həyatında, eləcə də təsərrüfat işlərində olduqca mühüm əhəmiyyətə malikdir. Dəmirçiliyin Azərbaycanda mərkəzlərindən biri də Şamaxı, İsmayıllı bölgəsinin Lahıc, Baskal, Əhən dəmirçilər kəndləridir. Bundan əlavə, Qarabağ bölgəsində də dəmirçiliyin tarixi uzun əsrlərə gedib çıxır. Bir sözlə, tarixdən bugünə qorunub saxlanılan el sənət nümunələri son illərdə qismən zəifləsə də əvvəlki şöhrətini, əhəmiyyətini itirməyib. Çünki bu sənət növləri el sənətkarlarının əl əməyi göz nuru ilə ərsəyə gətirilir. Qalıcıdır, möhkəmdir, keyfiyyətlidir, incəliyi, fəlsəfi tarixi mahiyyəti ilə seçilir. Təsadüfi deyildir ki, bugün ən dəyərli hədiyyələr də məhz əl əməyi ilə ərsəyə gətirilən məhsullar hesab edilir. Bu baxımdan milli mədəniyyətimizi qorumaq, onu gələcək nəsillərə ötürmək üçün əl əməyi ilə ərsəyə gələn sənət növlərini, xüsusilə xalq sənəti adı verilən dekorativ tətbiqi sənəti yaşatmaq olduqca vacibdir. Çünki milli koloritli sənət növlərimiz qloballaşan dünyada gələcək nəsillərimiz üçün öz kimliklərini qoruması və yaşatması üçün hər zaman aktualdır.